Hamıya salam mənim əzizlərim. Yeni vlogumda hər birinizi xoş gördüm. Bu vlog hazırlıq vlogu olacaq. Qardaşım əskər gedir. Ona görə evimizdə mini bir kampaniya eləyəcəyik. Bu da kampaniya üçün alınan ərzaqlardır. Maraqlı bir vlog olacaq inşallah. Hər bir detayını sizin üçün çəkəcəm. Siz də yaxından görmüş olasınız. İstədim ki, yeməkləri hazırlamağa köməyə gələnlər gələnə qədər mən həyəti yuyum. Daim gəlib məndən şlanqı istədi. Birinci də bildim ki, həyəti yumağa kömək eləyəcək. Sonra gördüm ki, yox, bu öz maşınını yumaq istəyir. Dedim, eybi yoxdur, sən mənə kömək eləmirsən, mən sənə kömək eləyərəm. Əlimdəkiləri atıb başladım maşını yumağa. Dedim, eybi yox, maşın təmiz olsun. İşçi bir qadası da gəldi. Stol gətirən ki, bu nə? Qab, hoş gəlmişsiniz. Hoş gəlmişsiniz, hoş gəlmişsiniz. Sağ olunuz. Mənə dedilər ki, at o kameranı da var, sən də işləməyəm. Amma mən bugün işləməyəcəm, mən bugün sadəcə çəkəcəm. Mama da əziyyət çəkib göyə həyəti yudu da. Bir həyətin videona baxın. Dəhşət. Sabah gərək bir də yumaq lazımdır. Bu da ikinci partiya. Hansımızı qablar qəşəngdir, rəylərdə yazarsınız. Hacı xalam iddiaya girib. Deyir, mənim qablarım qəşəngdir, yoxsa o biri xalanın qabları qəşəngdir. Deyir, izləyicilərindən soruş, rəylərdə bildirsinlər. Siz də baxarsınız, sizcə hansılar qəşəngdir? Bunlar, yoxsa bunlar? Bunlar belə sadədir. Burada buğlamanın ətini istadıblar. Bilmirəm niyə istadırlarsa, amma neysə istadıblar. Əmimin yoldaşı da burada göyərti təmizləyir. Hərə bir qıraqda köməkləşir. Görürsünüz. Əmin də Rusiyada köməkləşir. Görürsünüz. Hamıya belə qohum qardaş qismət olsun. Hər kəs özünə uyğun olan bir işin qulpundan tutub başlayır işini görməyə. Əslində bizdə əskər getdiyini qeyd eləmirlər. Əskər sağ-salamat evinə qaydanda əskər gəldiyini qeyd eləyirlər. Xanım, siz bu basa-basda nə hazırlayırsınız xəmirlə? Türk baklavası. Şirniyyatçı xanım Türk baklavası hazırlayır. Şirniyyatçını Sumqayıtdan tutub gətirmişik. Xüsusi gəlib bizim məclisimizə. Beləcə gündələr də eləyib. Görək, axırda ortaya nə çıxardacaq. Куда нельзя в дом? Yağdır bu, hə? Yağ. Не держает? Bunun üstündən də şərbət tökəcəksən. А другие ты проверил? Hə, şərbəti bişəndən sonra əlavə edəcək. Везде? Arxada biraz Проверь в других местах. səs qarışıqlığı var. Paklavamız sobaya getməyə hazırlaşır. Gözləyir burada, soba qızsın. Gəlnimiz də belə salat üçün toyuq ətini didir. Mən bu boyda ditsəydim, mamam deyirdi, onu biraz xırdala. Gəlnimiz didirdi, heç nə demir. Paklavamızı baxın, görün nə gözəl pişib. İndi üstünə şərbəti də əlavə eləyirik. Qəşəng qıpqırmızı qızarıb. Çıtır çıtır. Evet. Bilinir ki, bunu profesional adam pişirir. Demək, burada da 3 bacı dolmamızın içini hazırlayırlar. Birinci gündür. Səhv məlumat verdim, dostlar, üzürlü sayın. Birinci gün içi üçün. Qırmızı şeylər nə dofili gəlir? Zirinç tökürlər. Fürsət bu fürsətdir deyib, evə də yemək pişirtdirir. Görür adam çox da deyir, tez evimin yeməyini də hazırlatım. İndi doğramızın dadına baxacağım. Görüm xalam necə pişirib. Mənim xalam doğranı ümumiyyətlə qəşəng pişirir.
Yəqin ki, bunu da dadlı bişirib. Bunu da qəlyan altı kimi süfrəyə təqdim edəcəyik. Toyuq ətidir. Hələ yaxşı qızarmayıb, yaxşı qızartıb. Sonra süfrəyə verəcəyik. Axşam başa düşdük ki, səhər qonaqlarımız çox olacaq, amma bizim stolumuz az olduğuna görə qonaqların sayına uyğun stol çatmayacaq. Ona görə kimin evində artıq stol var, başladıq hamısını yığmağa. Burada xalam uşaqları, nənəmgildən stolları gətirib onları düşürdürük. Sonra isə gedirik digər nənəmgilə. Onlarda da bir uzun stol var, onu götürməyə. Deyəsən, bu stol bizim maşınımıza yerləşməyəcək. Stol çox uzundur. Həm də çox ağırdır. Görək nə edirik? Sen balacasan da. Çok pahalı ya ama. Fırla. Fırla. Fırla ha. Kaldır. Eliyle maşına değsin. Yaxşı. Yaxın girəsən bəlkə. Çok önemli. Geçen de terler. Yok bırakın diyor bırak. Şöyle. Ehtiyatlı olun. Ha. Çek. Güclə də olsa stolu gətirməyi bacardıq. Gecə-gecə düşmüşük qonşuların canına. Kimin stolu var götürürük, yığırıq. Hamının stollarını yığırıq. Görürsünüz, mən dedim bugün işləməyəcəm, amma mənə də işlədirlər. Aşqarası hazırlanır. Hələ heç nə tam hazır deyil. Bir də dolğamız tam pişib, onu da yiyib tutarmışıq ucu. Başqa heç nə tam hazır deyil. Bir daha görürsünüz, mən stol gətirməyə gedmişəm. Hazırlayıb yığıblar, qoçaq qızlar. Burada da şirniyyatçı xanımlar kətənin xəmirini açır. Şirniyyatçı xanım deyirəm. Şirniyyatçı xanım mənim bibimdir, böyük bibim. Sumqayıtda məşhurdur, tanınır, tortları ilə məşhurdur, şirniyyatları ilə məşhurdur. Hazır olanlar silsiləsinə aiddir bu toyuqlar, yəni toyuq əti, qəlyan altı kimi istifadə olunacaq. Bir də bu xaladenikdəki mimoza, Bayıq mamanın dediyi. Bunlar artıq hazırdır. Hələ ki bunlar hazırdır. Bu mənim Nuraynə xalamın məşhur yerkökü salatıdır. Hamı bütün məclislərdə deyir ki, bu yerkökü salatından olsun, hələ bunu Nuraynə xala bişirsin. Hazırlasın daha doğrusu. Öz xalam da deyə demirəm, çox ləzzətli hazırlayır. Yenə Nuraynə xala gəlir ortaya. Olur, öz xalam da deyə demirəm, çox ləzzətli hazırlayır. Bu xanımın əli ləzzətlidir də, neyniyək? Axşam da olsa qonşularımız da gəlir, özünü çatdırdı köməyə. Hamının əli var bu qonaqlıqda, hazırlıqda. Gençlərimiz də tam hazır oldu, gətirdim evə. Hər bir şey yay kuxnasında hazırlanır. Hazır olanlar isə evə gətirilir. Markov salatının içinə qatmaq üçün yağ soğanı belə dağ edir. Bəzi insanlar soğansız edir, bəziləri isə soğanla. Soğanla daha tadlı olur. Böyük xalam aşqaranı hazırladı, hazırdır. Bu bizim fərqli olan taco salatımızdır. Bayaqdan da koymuştuk da. Soğanlı, tutma xiyarlı. Köftelərimiz də pişdi. İndi bundan çay içəcəyik. Düzünü desəm, mən evdə təşkil olunan qonaqlıqların, məclislərin əleyhinəyəm. Çünki insan bütün günü işləyir, qonaqlara yemək hazırlayır, oranı yığışdırır, buranı yığışdırır. Məclis günü isə çox yorğun olur, özünə də düz əməli vaxt ayıra bilmir. Nəysə biz də işlədikdən sonra çayımızı içdik, paxlava çox dadlı alınmışdı. Belə hamının kənardan videosunu çəkmək istədim. Burada da badımcanlar pörtülür. Biberlər növbədə gözləyir.
Tərəvəz dolmamızın içini təmizləyirik. İçinə içlik əlavə edəcəyik. Mənim uşaqlıqdan bir adətim var. Hər zaman ayı görəndə arzu tuturam. Bu gecəki aydan arzum isə qardaşımın sağ-salamat qayıdıb gəlməsi idi. Gecə saat 1-ə qalıb. Bugün artıq məclis günüdür. Və son qazla hamı hazırlaşır. Hələ səhər saat 10-dur. Buğlamanı qoydular bişməyə. Mən də salfetkaları qatdalayıram. Süfrəni hazırlayıram. Hələ duş almalıyam və özüm hazırlaşmalıyam. Gecə də saat 2-də yatmışıq. Amma hələ bəzi işlərimiz qalıb, tam bitirməmişik. Onları da tamamlayıb artıq başlayacağıq qonaqları qarşılamağa. Tələm-tələsik duş alıb gəldim ki, süfrələri hazırlayım. Artıq qonaqların gəlməyinə çox az qalmışdı. Mən də istədim ki, bir tərəfdən mamagilə kömək olum. Onlar da çatdıra bilmədiyi yeməkləri hazırlayırdılar. Əslində süfrəni mən tək hazırlamıram. Əmimin yoldaşı da kömək edirdi, amma onu kameraya düşməsin deyə yaxın qoymurdum. Sonra nəhayət ki, qaynanamgil gəldi. Qaynanam bizə belə çudolar hazırladı. Burada süfrənin təməl hissəsini hazırlamışıq. Qalır salatlarla yeməklər. Onları da hələ qoymuruq. Birazdan qoyacağıq. Otomatik şeydə, iPhone-da otomatik yadlamalar. Yadlamalar. Gəlmirsən, gəl. Elə orada bir kəlmə, nə bilirsiniz? İstəyirsiniz? İstiyorum abi işte. Aksana çay istəyir. Abi ben istiyorum. Da ters saksık oldu. Yoksa Əsas tortumuzu da gətirdilər. Belə bir tort sifariş vermişdik. Çox qəşəng hazırlayıblar. Keçən dəfə mamanın ad günüsündə Snickers tortunu aldığımız xanım hazırlayıb. İnanıram ki, görünüşü kimi dadı da gözəl olacaq. Gördüyünüz kimi məclis bitdi. Neçə günlük əziyyətdən, çalışmadan sonra geriyə qalanlar bunlar və bir neçə video oldu. Həmçinin də bu vlog. Bunları da yığışdırıb tez yataq ki, sabah qardaşımı yola salmağa gedəcəyik. Dünənki yorğunluqdan sonra güclə səhər saat 6-da oyanıb yollanırıq voyenkomata. İnsan bura yaxınlaşanda fərqli bir duyğular keçirir. Buranın ab-havası tamam başqadır. Hələ əskər gedəcək cavan uşaqları gördükdə insan daha da duyğulanır. Bilmirəm, soyuqdandır, ya həyəcandan əsirəm. Səhər də saat 6-ya işləmiş durmuşam, makyaj sadələməmişəm. Durduğum kimi durub gəlmişəm. Kızda mülayit olun. Sağ olun. Teşekkürler.
Sağlar sağlaşın canım. Əlbəttə telefon keçən kimi var, işdirsən. Şüftüm geldim. Əlbəttə telefon keçən kimi xəbərlə ki, filan yerdəyəm. Yaxşı. Onu da sənə dostluq rəfəqəm. Kendimi ağrısı yandı. Gələndə baxarsan bu videoya. İnşallah bütün əskərlər sağ-salamat evlərinə dönsünlər. Evet, bizi aldadıblar ki, pullu yolla gedəcəklər. Amma o bir ödənişsiz yolla gedirlər. Biz də pullu sürət çıxmışıq, gəlib avtobusa çataq, gəlirik ki, avtobus nə gəzir? Sənə qurban olmayırıq. Bununla da bugünkü vlogumuzun sonuna gəldik. Sağ olun, salamat qalın.